Step 1, wake up early, gonna rise in the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4, fuck everybody, just do your thing. Wake up. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Qrant Həyat Yaşayış kompleksindən salamlayırıq sizi. 27 mərtəbəli tanıyanlar bilir bu binaları. Rezidens kifayət qədər premium, yüksək səviyyəli binalardır. 27 mərtəbəli binanın 18-ci mərtəbəsində tam qanuni 4 otaqlı 179 kvadrat ölçülü bir mənzil təqdim edəcək sizə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə belə bir tam boy qardirob mebeli yığılıb. Daha sonra isə asılqanlıq və dresor əvəzə istifadə edə biləcəyiniz açarlıqlar və pufik oturğanlıq və ayaqqabılıq var yerləşir burada. Xol boyu və mətbəx boyu döşəmə qranitli döşəmədir. Bu istiqamətdən davam edeyim. Burada mənzilin ümumi sanuzeli yerləşir. Daha sonra mətbəx hissə yerləşir. Burada qonaq otağı, burada 2 ədəd əlavə kifayət qədər geniş ölçülü yataq otaqları. Burada isə master bedroom əsas yataq otağı yerləşir. Mənzildə görəcəyiniz bütün əşya və texnikalar qiymətə daxildir. Kifayət qədər real bazar qiymətinə uyğun bir qiymət təyin edilib mənzilə. Qonaq otağını görürsünüz. Kifayət qədər ideal bir proyekti var bu proyektlərin, bu binalarda. 4 otaqlıların 3 pəncərə ilə əhatələnib qonaq otağı gördüyünüz kimi. 2 pəncərə məhz şəhər istiqamətinə əla baxış açılır. Buradan isə böyük ölçülü balkonuna çıxış var. Buranın yataq otağından təqdim edəcəm sizə. Qonaq otağında gördüyünüz bütün mebellər brend firmalara aiddir. LG markalı TV-yə qədər hər şey qiymətə daxildir. Mitsubishi kondisionerlər, yəni texnikalar və təmir kifayət qədər keyfiyyətli və bahalı materiallardan istifadə edilərək təmir edilib mənzil. Gördüyünüz yumşaq mebel dəsti, yemək masası dəsti, TV stand, əlavə saxlanış yeri var. Hər şey qiymətə daxildir. İndi isə keçək yataq otaqlarına, ən sonunda mətbəxi təqdim edəcəm sizə. Burada bir yataq otağı yerləşdirilib. Yenə qonaq otağından göstərdiyim balkona çıxışı var. Tam əşya təchizatını görürsünüz. Belə bir böyük ölçülü qardirob mebeli yığılıb. Həm uşaq otağı, həm də böyük yataq otağı kimi və yaxud yeniyetmə otağı kimi istifadə edə bilərsiniz buranı. İndi isə ikinci yataq otağını təqdim edeyim sizə. Yenə burada da genişliyi və rahatlığı tam əşya tərtibatını görürsünüz. Kondisioner yerləşiminə qədər, TV yerləşiminə qədər hər şey edilib. Yataq dəsti, qardirob mebeli, hətta əlavə bir yazı masası da yerləşdirilib. Və indi isə master bedroom əsas yataq otağı. Ayrıca olaraq daxilində sanuzeli var. Burada ikili qardirobdan istifadə edilib. Biri yataq dəstinin yanında, biri isə otağa giriş qapısının arxasında gömmə bir qardirob tam boy ölçüdə yığılıb. Bu otağın sanuzeli həm də camaşırxana kimi tərtib edilib. Vanna istifadəsini görürsünüz. Vannadan əlavə duş yerləşdirilib, duş başlığı, unitaz yerləşimi burada. Burada isə moydadır və paltaryan ikisi bir yerdə yerləşdirilmiş vəziyyətdədir. Boş markalı bir paltaryan, o da qiymətə daxildir. Digər sanuzel aksesuarları, suşulkaya qədər hər şey yerləşdirilmiş vəziyyətdədir. Yataq otağında yenə burada da make-up, yataq dəsti böyük ölçülü, tumbalarına qədər və böyük ölçülü qardirob mebeli yerləşdirilib. İndi isə mətbəxə keçməzdən öncə ümumi sanuzellə tanış edeyim sizi. Burada da yenə tam aksesuar tərtibatı, böyük ölçülü duş kabin, suşulka yerləşimi üzvözdə, gömmə unitaz, böyük ölçülü moydadır, sağ istiqamətdən yerləşdirilib. İndi isə mətbəxi təqdim edeyim. Yenə mətbəxdə öz qanuni yerində saxlanılıb olduğu yerdə tam boy bir mətbəx mebeli yığılıb, ikili soyuducudan istifadə edilib, əsas böyük ölçülü soyuducu mətbəx mebelinin daxilində nəzərə alınıb, Samsung markalı mikrovalnovka, boş markalı bir soba, boş markalı qabyana qədər, ikili moykası, qaz aspiratoru, bütün mətbəx texnikası var. Üzəri süni mərmərlə işlənib mətbəx mebelinin. Buradan mətbəxdən də yenə kiçik ölçülü balkon var burada. Texniki balkonda həm də bura. Kombi sistemi, kollektor sistemi burada yerləşdirilib. Buradan Ziya Bünyadov prospekti istiqamətinə, 8 noyabr metrosu istiqamətinə əla baxış və panorama açılır. Qonaq otağı və yataq otaqlarından isə binanın həyətyanı sahəsinə baxış açılır. Oranı da indi təqdim edəcəm sizə. Mənzilin böyük ölçülü balkonu, bayaq qeyd elədiyim, həm qonaq otağı, həm də hər üç yataq otağından bura çıxış var. Binanın həyətyanı sahəsinə əla panorama açılır.
Və belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Qrand Həyat Yaşayış Kompleksi, Nəsimi rayonu, 27 mərtəbəli yeni tikilinin 18-ci mərtəbəsi, 179 kvadrat ölçüdə tam 4 otaqlı, əşyalı və texnikalı bir mənzil təqdim edirdik sizə. Videonun əvvəlində vurğulamışdım, kifayət qədər real bazar dəyərinə uyğun qiymət təyin edilib. Start olaraq təyin edilən qiymət 525 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlar.